Salam əziz Qaradağ Gəncərevinin Gəncəri və Gəncərevinin izləyiciləri. Hər birinizi xoş gördük. Bugün müəssisəmizin qonaqları Ali Mirzəyev Salam. və Talih kim o? Eşim tanımır qonaq gəlmiş. Ayda nə oldu? Və Və necə başlayır? Yaxşı, bu nədir biz olmaq. Bizim bir də videomuz vardı, bir də onu danışım. Bundan danışın. Bir də onu danışım. Biz olmaqsı reklamlayır. Zaten deyir ki videoda. Deyir bu nədir? Deyir biz olmaqsı. Bu nədir? Biz olmaqsı. O qədər gülməli. O qədər gülməli. Və gülməli. Aslında normal bir şeydir. Bu nədir? Biz olmaqsı. Bu nədir? Biz olmaqsı. Çox sallıyor. Bilmiyorum, bizdə də elə oldu. Və tanınmış müğənnimiz Aygün Kazımova gələ bilmədi deyə ona görə Talih ağayım. Alqışlar gəlsin. Tamam yenə verdim. Xoş gördük sizləri. Harda istəyirsiniz orada qalsın. Hə. Xoş gördük sizləri Qaradağ Gəncərevində. Bugün bildiyimiz kimi bizim Gəncərimizlə sizin görüşünüz baş tutdu. Mən istərdim bu görüş haqqında əvvəla təəssüratlarınızı alım ki, necə oldu? Ondan sonra suallara başlayaq. Məncə əla idi hər şey. Elə səmimiyyətlərini çox bəyəndim. Yəni sual verməkləri, başqa hələ ki ağlıma heç nə gəlmir. Təşəkkür edirəm rəhbərliyinə. Səsim getmir burdan. Belə. Təşəkkür edirəm rəhbərliyinə və bütün kollektivə və bütün gənclərə. Bizi belə xoş, səmimi qarşıladığınız üçün minnətdarlığımızı bildiririk. Hər şey qaydasındadır, hər şey gözəl idi, fəal idi, maraqlı suallar oldu, səmimi görüş keçdi. Minnətdarlıq edirəm. Qaradağ Gəncərevinə gəlməmiş. Və Qaradağ Gəncərevinə gəlməmişdən əvvəl beyninizdə necə bir ortam formalaşmışdı və bura gələndə fikriniz ümumiyyətlə dəyişdimi yoxsa yəni necə oldu da? Açığı bizim paylaşılan postun şərhlərindən görmüşdük. Artıq hiss elədik ki, burada atmosfer necə olacaq. Halda müəyyən yolda danışarıq, adam orada. Biz şərh deyək ki, bir nəfər adam oturub. Amma dedim ki, yox, çünki şərhləri oxumuşam və digər Deyirdim ki, gəlib bir nəfər oturub, bir dənə sual verib söktardı. Durur gedin. Dedim yox, mən şərhləri oxumuşam, şərhlərdə layıqları falan gördüm. Dedim yəqin ki, hər halda atmosfer beynimizdə tutduğumuz kimi idi, elə də alınır. Yaxşı, atmosferdən söhbət düşmüşkən, sizcə buradakı atmosfer sizə daha çox inkişaf, dostluq yoxsa özünü tapmaq hissi? Açığı mənim öz fikrimə qalmış olsa, məncə özünü tapmaq hissi verdi. Çünki gənclər nə qədər bizlə belə səmimi söhbətə qoşulmağa cəhd göstərirsə, mən elə fikirləşirəm ki, onlar həm özünü tapmaq, həm təbii ki, inkişafdan irəli gəlir. Əvvəllər belə bir şey olsa da az olurdu, amma indi daha çox artıq görürük, ona görə də hər şey əladır. Həm belə deyim, gənclərlə söhbət eləmək, başqa şeylərdən danışmaq, biraz nə bilim həyati, biraz iş barədə, biraz sosial barədə danışmaq insan biraz bu baxımdan rahatlaşdırır. Belə deyim. Bizə sizin fəaliyyətinizlə bağlı suallar. Heç olubmu ki, etdiyiniz zarafatı sizdən başqa heç kəs anlamasın? Olub ha, çox olub da əslində. Elə zarafat eləyibsən ki, heç kim başa düşmür. Əslində o çox zarafat eləyə bilərsiniz bir dəqiqə. Siz onu ancaq özünüz başa düşürsünüz. Biz anlamayacağıq zarafatı. Deyil. Kardan adam. Qardalar. Zarafata dözmə. O başa düşdü nədir? O gülməkdən getdi, o əslində başa düşdü. Haçiri, qardan. Hə, məsələn, elə zarafatlar var ki, o indi qıraqda desən deyər ki, nə danışır bu, şizofrendir, manyakdır bu, nə danışır. Haçiri. Hə, elə zarafatlar Var. Buyur qardaş. Heç olubmu ki? Sizcə bir insanın yumor hissinə baxıb onun xarakterini anlamaq mümkündür? Nə dedi? Bir insanın yumor hissinə baxıb onun xarakterini anlamaq mümkündür yoxsa yox? Hardasa hə, məncə mümkündür. Elə fikirləşirəm. Hə, insan ya yumor hissi, hə. Ya əslində nəyə hansı videolara gülür? Məsəl üçün elə olur ki, bu heç bir cəmiyyət, elə bir müəyyən cəmiyyət var ki, onun necə başlanır, ingiliscədə cringe qəbul edir, məsələn, qəbul eləmir, amma bu onu gülür, avtomatik o insanın xarakterini tuta bilirəm ki, bu insanın xarakterindən gülür ki, bu ona gülə bilir. ya elə insan var ki, belə deyim, çox belə
düşük şeylərə gülür. Hə, özdə o insanlar güldükləri şeyə, məsəl üçün bu daha gülməlidir bunu başa düşsə. Amma bu insan buna gülür də deyək ki. Ona baxanda o gülmür. Amma əslində o çox gülməlidir. Belə deyim. Fanatınızın ən qəribə reaksiyası nə olub sizə? Bir dəfə biz şey deyəcəm. Xartın o vaxtı 4 nəfər olan vaxtları biz gedirik. Bəs qabaqda Talih gedir, arkada məsələn mən gedirəm, arkada Xaliq gedir, arkada Ramal gedir. Nəysə bir dənə qız gəldi qabaqdan. Qız Talih'i gördü belə bellədi. Məni gördü, vəhşi qalxdı. Üçüncüdə gördü, vəhşi qalxdı. Elə bildim dördüncüdə ürəyi gedəcək, yatacaq orada. Mən olub, qucaqlayan olub belə, istəxlisiz. Bir də sahil metrosunun qabağına belə gedirəm. İstəxlisiz qoşdu belə qucaqladı. Dedim yəqin qoxunuza. Gördüm yox, heç kim deyil. Hə, qucaqlayan oldu. Öpürlər belə qucaqlayıb. Əsir dedim hə, belə reaksiyalar olur. Maraqlı olur. Hə. Kimi də Heç olubmu ki, gülməməli olduğunuz yerdə gülmüsüz? yasta. O çox belə şeydir əslində. Başa düşdün, o insanı günahlandıra bilmərsən də. Bu risk gəlir. Mümkün deyil. Hə də, yəni ciddi ortamda, özdə həmişə ciddi ortamda gəlir elə şeylər. Ya ürəkdən əslində gülmərsən, bəlkə də bir aydır gülmüsən, başa düşdün necə? Adam elə qıraqdakı fikirləri beynində dolaşır bu. Bir də məsəl üçün ciddi ortamda kimsə nəsə danışır, bir də beynində qurursan ki, bir də bu durub indi təbii qoya ona. Adam o fikirləşir məsəl üçün gülmək Yıxılar. durub bir də buna Pedro atsa görən nə olar? Başlayırsa gülməyə. Bax deyirik gülürük, amma bir dənə sual var ki, bax suala baxın və reaksiyalara. İnsanları güldürən biri özü həmişə xoşbəxt olur. Kırılmış boğazım, bekliyorlar yol ağzında onlar. Bir gün beni sorarlarsa susacağım, elin kanlı. İcazə versə Talib qardaş. Hə. Belə bir şey deyim, xoşbəxt deyilən ancaq anlar var da. Yəni xoşbəxt ancaq bu şeydə ola bilsən, xoşbəxt bunda ola bilsən. Belə deyim, yəni xoşbəxt insan deyilən bir şey yoxdur. Xoşbəxt olan ancaq anlar var, ona görə deyirəm. Amma yox, bəzən indi bizim də xoşbəxt olmadığımız vaxtlar olur. Çox gün görmədim. Bir iki dünyada. 50 sözlər bir dənə. Belə. İndi ikiniz üzbəyiz oturursunuz. Necə oturaq, harda oturaq? Elə burada. Mən çəkilirəm arxaya. Meyxana deyirik. Neşədir ayakkabısıyım aşağı kendimde batır.